Salam əziz tələbələr, hər vaxtınız xeyir. Mən Ləman Qarazadə. Bugün sizlə ingilis dilindən qəbul tipli bir sınaq izahına baxacağıq. Artıq qəbula sayılı günlər qalıb və son günlərinizi sınaq işləyərək dəyərləndirsəz, imtahanda bunun sizə çox böyük faydası olacaq. Çünki mətnləri işləmək, listeningi işləmək praktika işidir. Nə qədər çox mətn və listening işləsəz, onsuz da qrammatika hissəsi az düşür deyə ora toxunmuram. Nə qədər mətn və listening işləsəz, o qədər praktikanız artar, bir növ vərdişə çevrilər və imtahanda siz bunun faydasını təbii ki görəcəksiniz. Deməli, gəlin başlayaq birinci sual tiplərindən. Bilirsiniz ki, ilk 5 sual listening sualıdır. İmtahan listeninglə başlayır və kitabçalar paylanan andan etibarən biz suallarla tanış oluruq. Daha sonra 2 dəfə dinləmə şansı verilir bizə. Eyni qayda ilə indi burada da mən sizin üçün listeningi səsləndirəcəm. Siz qulaq asırsınız və daha sonra suallara baxırıq. Amma əvvəlcə onu deyim ki, listening işləməyin vacib qızıl qaydalarından nələri məsləhət görə bilərəm. Listening işləməyin ən vacib yollarından biri, ən yaxşı tipslərdən, кейslərdən biri odur ki, suallara yarı-yarı baxaq. Yəni, çətin suallara bir, asan suallara bir baxaq və baxdığımız sualları əvvəldən tərcümə eləyək. Hansı ki, bizə 2 dəqiqə vaxt verilir ümumi suallarla tanış olmaq üçün. Həmin vaxt ərzində biz o sualları tərcümə eləyək, dəqiqliklə müəyyənləşdirək ki, bu sualda bizdən hansı cavab tələb olunur. Məsələn, indi biz asan və çətin sualları necə müəyyənləşdirəcəyik? Gördüyünüz kimi burada birinci sualda konkret bir cavab istəyir ki, pasiyentin axırıncı fiziki müayinəsi nə vaxt olub? 1 ay əvvəl, 2 il əvvəl, 3 il əvvəl və s. kimi variantlar verilə bilər. Biz dəqiq bunu eşitməliyik. İkinci dialoqdan aydın olan fikirdir. Üçüncü, məsələn, hansı sualın cavabı var mətndə? Dəqiqliklə hansı suala? Burada biz əsas fikir verəcəyik birinci şeylərə. Məsələn, burada when soruşursa, zaman cavabı olmalıdır. What kind of soruşursa, problemin növündən danışır. Hansı problem, nə cür problem? Biz bunu bu tərəfə fokuslanmalıyıq. Why səbəb sualıdır. Eyni ilə D variantıda və what problems, hansı problemlər, burada da problemləri sadalamalıdır. Deməli, bu sual tipində bizim əsas baxacağımız yer həmin o birinci sual sözüdür ki, onun cavabını konkret tapaq. Ola bilər həmin cümlə ilə bağlı nələrsə eşidək, amma konkret onun cavabı yoxdursa, artıq variant səhv olmuş olacaq. Dördüncü sualda cümlənin ardını tamamlamaqda burada nöqtələr düşməyib. Deməli, pasiyent overweight görünmür, yəni artıq şəkili görünmür. Onun səbəbi nədir? Qidalanması, idmanı, diyeti və s. Biz bunun ardını eşidib yazmalıyıq. Və 5-ci sualda isə dialoqdan aydın olan ümumi fikri tapmaq lazımdır ki, bu verilən variantlardan biri mətndə olduğu kimi səsləndirilmişdir. Digərləri isə dəyişdirilmiş. Məsələn, burada bəlkə is yox, is not olmalıdır. Bəlkə buradakı not yox imiş həmin dinləmədə. Bəlkə, məsələn, burada da not olmaya bilər. Məsələn, burada hansısa bir hissədə rəqəm, inkar, vaxt və s. fərqli ola bilər. Biz onlara diqqət etməliyik ki, variantlardan birini olduğu kimi orada səsləndirsin. İndi biz ümumi dinləməyə baxmaq üçün nə edirdik? Asan suallara bir, çətinə bir baxırdıq. Asanları necə müəyyənləşdirək? Məsələn, birinci tip asan sualdır. Görürsünüz ki, konkret bir cümlə, bir söz istəyir. Vaxtla bağlı bir şeydir. Axırıncı dəfə pasiyent müayinəyə nə vaxt yedi? Bunu çox sadə bir söz birləşməsindən eşidib yaza bilərik. Məsələn, 4-cü sual asan sualdır. Çünki cümlənin ardını eşidib tamamlamaq çox sadə bir şeydir. Biz həmin cümləni orada eşidən kimi variantdan ardına qulaq asıb axtarmalıyıq, izləməliyik bir növ ki, hansı variantı ardınca deyəcək. Bu 2 sualımız asan sualdır. Məsələn, ikinci sual tipi nə asan, nə də çətin deyil, yəni orta tipli sualdır. Çünki dialoqdan aydın olan fikir. Biz buna ikinci dəfə qulaq asanda yazsaq daha dəqiq yazmış olaraq. Çünki artıq əmin oluruq ki, variantlardan hansı dialoqdan ümumi çıxan fikirdir. Elə eyni üçüncü sualda nisbətən çətin sualdır. Çünki hər birinin ayrı-ayrılıqda haqqında eşitməliyəm ki, və görüm hansını daha dəqiq cavab verdi. Vaxt olan hissəyəmi, problemlərimi sadalada səbəb olan hissəyəmi və s. 5-ci sual isə biraz diqqət tələb eləyir. Variantlardan dediyim kimi biri olduğu kimi səslənəcək, digərləri dəyişdirilmiş formada. Biz həmin o birinci hissəyə qulaq asmalıyıq ki, yəni ikinci dəfə qulaq asanda daha dəqiq yaza bilərik bunu da həmçinin. Diqqətlə qulaq asmalıyıq ki, hansı cümlə olduğu kimi tələffüz olunur, olduğu kimi deyilir, heç bir şey dəyişdirilmədən. Belə, indi gəlin başlayaq qulaq asmağa. Birinci listeningimizi həll eləyək, daha sonra keçək, deməli, mətnlər hissəsinə. Listeningi qoyuram sizin üçün. Diqqətlə qulaq asaq və qulaq asdığımız zaman qeydlərimizi aparaq. When did you last come in for a physical exam? I had my last physical exam 2 years ago. Have you had any other exams recently? Blood work, an electronic cardiogram, or an ultrasound? Well,
I had a few x-rays at the dentist. How have you been feeling in general? Pretty well. No complaints really. Could you roll up your left sleeve? I would like to take your blood pressure. Certainly. 120/80. That's fine. You don't seem to be overweight. That's good. Do you exercise regularly? No, not really. If I run up a flight of stairs, it takes me a while to get my breath back. I need to get out more. That would be a good idea. How about your diet? I think I eat a pretty balanced diet. You know, I have a hamburger from time to time, but generally I have well-balanced meals. That's good. Now I'm going to listen to your heart. Oh, that's cold. Don't worry, it's just my stethoscope. Now breathe in and hold your breath. Please pull up your shirt and breathe deeply. Everything sounds good. Let's take a look at your throat. Please open wide and say ah. Okay, everything looks fine. I'm going to order some blood work, and that's about it. Take the slip to the front desk, and they'll arrange an appointment for the tests. Thank you, doctor. Have a nice day. Okay, listening hissəmiz tamamlandı və gəlin cavablara baxaq. Listening zamanı mən burada doğru cavabları qeyd elədim. Deməli, birinci sualı elə birinci cümlədə cavablandırır. Deyir, axırıncı dəfə nə vaxt olmusunuz fiziki müayinədə? Last 2 years ago, 2 il əvvəl olmuşam. Bu yəqin ki, hamıya aydın oldu. İkincidə, niyə gec gedirsiniz? Deyir, özümü feel very well generalı. Genel olaraq özümü rahat hiss edirəm, yəni heç bir şikayətim yoxdur buna görə. Üçüncüdə, deməli, niyə ona çox gəzməyə məsləhət verir? Bu biraz dördüncü sualla əlaqəlidir. Deyir, siz çox overweight görünmürsünüz. Səbəb nədir? Çünki idman eləyirsiniz müntəzəm. Deyir, yox, mən demək olar idman eləmirəm, amma balanslı şəkildə diyet saxlayıram. Burada C variantıdır. O həmin hissədə ona məsləhət görür ki, axşamlar deməli daha çox go out, çölə çıxmalısınız, açıq havada və gəzinti eləməlisiniz. Bu sizə faydalı ola bilər. Burada da D variantı və 5-ci sualda bu biraz məntiqi sualdır. D variantı doğru cavabdır. Deyir, pasiyent keçən il examdə olmayıb, yəni müayinədə olmayıb. Bəli, birinci sualda dedik, o 2 il əvvəl olub. Deməli, o belə çıxır ki, keçən il müayinədə olmayıb. Ona görə cavab olacaq D variantı. İndi isə keçək mətnlərimizi işləməyə. Mətn sualları ilə gəlin tanış olaq. Mətnin həcmi təxmini deməli, yarım səhifə uzunluğundadır. Biz sualları işləyərkən mətni oxumuruq, tərcümə eləmirik. Sualların cavabını mətndən axtarmaqla cavablandırmış oluruq. Deməli, başlayır 6-cı sualdan. Bilirsiniz, 6-cı sual 4 hissədən ibarətdir və hər birini doğru cavablandıran şəxslər 1 bal qazanmış olur. Birini səhv cavablandıranlar 0.5 bal, amma ikisini düz, ikisini səhv cavablandıranlar isə 0 bal alır. Ona görə diqqətli olmaq lazımdır bu hissədə. Həmin cümlələri mətndə axtararkən inkarlara, antonimlərə, sinonimlərə çox diqqətlə yanaşmaq lazımdır. Deməli, birinci cümləni tərcümə edirik. There will be summer in the northern hemisphere. Deyir, şimal yarımkürəsində yay olacaq, artıq istiləşmə olacaq, yay olmağı gözlənilir. Gəlin bu cümləni mətndən axtaraq və görək yay olacaq, yoxsa qış, şimalda, yoxsa cənubda. Yəni, fərqlərin ola biləcəyi hər yeri ağlımıza gətirməliyik ki, hansı hissə əksinə yazıla bilər. Mətndən indi bu hissəni axtarırıq. Deməli, şimalla bağlı tapdığım hissələri highlight edirəm, bu hissələrə fikir verək. Sonuncu prediction proqnozdur. Deyir, sonuncu proqnozlarda göstərilir ki, Şimali Avropa buz dövrünə daxil ola bilər. Yəni, burada istiləşmə ilə bağlı bir şey yoxdur. Əslində var, sadəcə Avropaya, Cənub-Şərqi Avropaya aiddir. Şimala aid deyil. Bizdən isə şimal hissəsi tələb olunur. İkinci hissəyə baxıram, burada da şimal hissəsini görürəm və burada deyir ki, deməli, bu hissədə predictionlar göstərir ki, hansı ki, həmin proqnozların davamı olaraq qeyd edir. Şimal yarımkürəsində buz dövrü tezliklə baş verməyəcək. Qrendlandiyadakı buz təbəqəsinin əriməsini göstərir və s. Və ətraf dənizlər donacaq. Yenə Britaniyada, burada bu hissədə ətraf dənizlərin donmağı göstərilir. Yəni, hər iki halda yay yox, buz dövrünə daxil olur. Burada isə şimal yarımkürəsində yay olacağı qeyd olunub. Ona görə cavabımız olur B variantı. İkinci suala baxırıq.
Scientists say the melting ice raises the sea level deyir. Alimlər deyir ki, buzların əriməsi dəniz səviyyəsini qaldırır. Bəli, elə bu hissədə, bayaq oxuduğumuz hissədə deyir ki, buzların onlar müşahidə edirlər ki, Qrenlandiyadakı buzların əriməsi nəticəsində həmin sular, deməli, Gulf Stream hissəsinə tökülür, onun yolunu kəsir. Daşqınlar baş verə bilər, bu ərimələr nəticəsində suyun səviyyəsi artır və s. Cavab olacaq A variantı. 3-də qlobal istiləşmənin mənası not only but also tərcüməsi nəinki həmçinin deməkdir. Nəinki getdikcə istiləşmə, həmçinin getdikcə soyuqlaşmaya da səbəb olur. İndi gəlin bu cümləni tapaq buradan. Deyir, paradoxically, paradoks olaraq həmçinin o səbəb olur istiləşməyə və soyuqlaşmağa. Yəni, bunun mənası o demək deyil ki, qlobal istiləşmə, global warming doesn't just mean that world will slowly get warm. İstiləşəcək deyə bir şey yoxdur. Paradoks olaraq həm də getdikcə soyuqlaşma, buzlaşma dövrü olacaq. Burada da eyni cümləni yazıb ki, nəinki istiləşəcək, həmçinin soyuqlaşma da olacaq. Ona görə cavab A variantı. Və 4-cü cümlə. People in Greece, Yunanistandakı insanlar would find themselves surrounded by ice. Yunanistanda insanlar özlərini donmuş dənizlərlə əhatə olunmuş vəziyyətdə tapacaqlar. Bu cümlə baxın Britaniyaya aiddir. Qışda deyir Britaniyada insanlar özlərini tapırlar. Yəni Britaniya özünü donmuş dənizlərin ətrafında tapır. Bu yəni Britaniyaya aiddir, çünki Yunanistan istiləşməyə doğru gedir. Ona görə burada da cavab olacaq B variantı. Gördüyünüz kimi mətni oxumadan cümlələri axtarmaqla sualımızı həll elədik. Keçirik növbəti suala. Deməli, Qrenlandiyada buz təbəqəsi əriyərkən nə baş verir? İndicə bu hissədə qeyd olunmuşdu. Bunları silək, yenidən göstərək. Qrenlandiyada buzların əriməsi hansı hissədə idi? Bəli, buzlar əriyir və əriyən su pass of the Gulf Stream, Gulf Stream cığırına, yoluna, yəni ora tökülür və o hissəni bağlayır. İndi biz bu variantdan bunu tapmalıyıq ki, 7-ci sual hansı variantda doğru olacaq? Its water runs into the pass of Gulf Stream. Deməli cavab oldu Y variantı, çünki onun ardıdır. Cümlənin eynisi demək olar ki, sadəcə bir run into sözünü orada flow ilə əvəz eləyiblər. 8-də emission sözünün mənasını istəyir. Bu ümumiyyətlə bir hansısa bir qaz adı, ayrılan bir emissiya, elə Azərbaycan dilində demək olar emissiyadır. Yəni nədənsə ayrılan, çıxan, onun arasına sızan mənasında istifadə olunur. Yəni istilik, qaz və işığın havaya buraxılması, onun nədənsə ayrılması. Bu sözün mətndəki mənası bu cür istifadə olunur. Mətndə highlight olan hissədə. Yəni deyir bu qazlardan ayrılan, bunlardan çıxan, bu ərimə nəticəsində havaya buraxılan bu mənada. 9-a baxıram. Latest prediction deyir ki, sonuncu predictionları nə idi alimlərin? Mən də sonuncu sözünü axtarmalıyam, çünki açar sözüm budur. Latest prediction. Baxıram bu hissədə qeyd olunub. The latest predictions are, deməli, sonuncu prediction, proqnoz nə idi? Şimali Avropanın getdikcə buz dövrünə daxil olması. İndi bu cümləni axtarıb tapmalıyam. North of Europe, yəni Şimali Avropa buz dövrünə daxil olur. Bəli, D variantı doğru cavabdır. Çünki o cümlənin ardından gələn şey həmin variantda var. Digərləri doğru və ya yanlış ola bilər mətnə əsasən, amma bizə lazımdır ki, bu cümlə, bu söz, bu açar sözün ardınca gələn hissəni götürək və variantlarda axtaraq. Keçirik 10-cu suala. 10-cu sualımız açıq sualdır və biz bu sualda bir rəqəmi səhv etsək artıq 0 bal alırıq. Ona görə diqqətli olmaq lazımdır. Sualları oxuyuruq və hər birində yenə əsas birinci sözlərə fikir verməliyik ki, hansıların cavabı var. Yəni bizdən soruşulan sual nədir? Burada when, zaman soruşur. Deməli zaman axtarmalıyam mətndə. Deyir ki, qlobal istiləşmə nə vaxt bitəcək? Son araşdırmalara görə. Burada belə bir şey yoxdur. İl, nə bilim, təxmin, əsr filan heç bir şey yoxdur ki, istiləşmə nə vaxt bitə bilər. Bir dənə rəqəm var, o da 7 metrə qədər dəniz səviyyəsinin qalxdığını göstərdiyi bir hissədir. Və salam. Ona görə biri götürə bilmərəm. Birin cavabı yoxdur. 2-də qlobal istiləşmə problemi necə həll edilə bilər? Gördüyünüz kimi orada ancaq problemin özündən, səbəblərindən danışır. Həll ilə bağlı heç bir cümlə yoxdur. Yəni həlli ilə bağlı heç bir şey demədilər. 3-ə baxıram. Deməli, Qrenlandiyada bütün buz təbəqəsi ərisə nə baş verə bilər? Bayaq dediyi bu hissəni. Deməli, Qrenlandiyada buz təbəqəsi ərisə, hətta digər bir sualımız da var idi, 7-ci sualda. Its water runs into the pass of the Gulf Stream. Onun suyunun hamısı Gulf Streamə töküləcək. Deməli, 3-ü götürürük. 4-də Avropanın hansı ərazilərində hava isti və quraq olacaq? Baxın bu hissədə.
Cənub-Şərqi Avropada, yəni Yunanistan məsələn, burada istiləşmə və quraqlaşma baş alıb gedir. Ona görə də 4-ü götürürəm. 3 4-ün cavabı var. Və 5-də istixana qazlarının emissiyasından hansı ölkələr complaining, şikayət eləyir? Burada istixana qazından harda danışdıq? Emissiya hissəsində, düzdür, bayaqki emission hissəsində. Və burada ölkə adı yoxdur ki, deyim, məsələn, Azərbaycan, Türkiyə, Rusiya filan yer şikayət elədi. Şikayət eləyən ölkə adları soruşur. Deməli, dəqiq cavabı yoxdur bunun. Ona görə 100% cavabı olan 2 dənə variantımız var. O da 3-cü və 4-cü variantdır. Belə, birinci mətni yekunlaşdırdıq. İndi isə keçək ikinci mətnə. İkinci mətnimizin ağırlıq və çətinlik səviyyəsi demək olar ki, birinci ilə eynidir. Burada hansısa uzun sözlər falan sizi çaşdırmasın. Burada heç vaxt elmi mətnlər düşmür. Hamısı publistik üslubda yazılan məlumat xarakterli faktlardan ibarət kiçik mətnlərdir. Başlayırıq yenə suallar üzərindən davam eləməyə. 11.1-dən başlayırıq. People don't pay. İnsanlar ödəmirlər heç bir pul. Visiting sites on the deməli bu age-də yazılan hissə nədir? European açıqlaması verilib burada. European Heritage Days Avropa Mədəni İrs Günləri Cəmiyyətinin adıdır. Qısaldılmış forması. Deməli insanlar bu saytı, bunların saytlarını pulsuz şəkildə deməli visit eləyə bilərlər, baş çəkə bilərlər yəni. Gəlin görək pulsuzdur, yoxsa pulludur. Bizə lazım olan hissə odur. Baxıram mətndə bu hissəyə free visit. İnsanlar disallow people to enjoy free visits and learn about their share. İnsanlara deməli free pulsuz vizitlərə icazə verirlər, baş çəkmələrə ki, onların mədəniyyətləri haqqında nələrsə öyrənsin. Deməli cavab olacaq A variantı. İkinci suala baxıram. Deyir, bu təxminən 39 ildir fəaliyyət göstərir bu cəmiyyət. Baxıram yaranma ilinə və yaxud da hansısa başqa rəqəm varmı? Aha, əsası qoyulub deyir. Launch əsası qoyulmaqda. Deməli 1985-də əsası qoyulub. Hardasa 2026-cı il üçün hesablayanda 41 il eləyir. 41 il. 40-41 belə. Yəni bu kitab indi 2025-də çıxdığına görə biz 40 il deyəcəyik. Çünki nəşr olunduğu ildən hesablanır. Bəli, 40 il. Burada da təxmini deyir, about. Təxmini 39 ildir. Dəqiq desəydi yanlış olardı. Təxmini olduğuna görə cavab A variantı. 11.3. Həmişə belə tipli suallarda fikir verin. Əsas nəyə? Only yazırsa, yalnız bir mövzu. Deməli, bu yanlışdır. Və yaxud da all yazırsa, bütün mövzular. Və yaxud da must, just yazırsa, bu şeylərə diqqətli olun. Bunlar həmişə səhv olur. Yalnız bir mövzu var deyir. There is only one thing for countries to join. Birləşdirmək üçün ölkələri yalnız bir mövzu var. Orada nə qədər mövzu göstərilir ki, yəni mədəniyyətlərini bölüşürlər. Baxın, siyasi, social, ekonomik və s. görün nə qədər sektorlar var. Amma burada yazıb only one. Yəni mən onu mətndə axtarmadan belə bildim ki, yanlışdır. Ancaq göründüyünüz kimi mətndə də sübut olundu ki, belə hissələr daha diqqətli olmalıyıq. Yəni bizi çaşdıra bilər. İkinci, Council of Europe opened. Deməli 20-ci əsrin ortasındadır. 20-ci əsrin ortası hardasa 1940-dan başlayır 1970-ə qədər. Amma bu yaranıb 1985-də. 85 artıq 20-ci əsrin sonudur. Əvvəli deyil, ortası deyil. Ona görə bu cümlədə olacaq false, yanlış. Bu şeylərə fikir veririk. Keçirik, deməli 12-ci sualımıza. Cümlənin ardını tapmalıyam və tamamlamalıyam. Əsas gəlin tərcümə eləyək görək cümlədə nə deyir? Although several sites aren't open on most day, deyir, baxmayaraq ki, bir neçə sayt əksər günlərdə açıq deyil. Mətndən tapım görün, ümumiyyətlə, saytlar niyə əksər günlər açıq deyil və bunun açıq olmağına, olmamağına baxmayaraq nə baş verib? Həmin hissəni tapıram. Bəli, bu hissəni indi highlight eləyirəm. Deyir ki, during European Heritage Days, Avropa Mədəni İrs Günləri dövründə, ərzində minlərlə monument, abidələr, saytlar öz qapılarını açır insanlar üçün. Hansı ki, onların bəziləri normalda, ilin qalan günlərində bağlı olur ictimaiyyətə. Amma həmin günlərdə sırf açıq olur və bu da insanlara pulsuz deməli, ziyarət şansı verir, onlar haqqında öyrənmə şansı verir və s. Deməli, ilin bəzi günləri bağlı olur. Sadəcə bu Heritage Days günlərində açıq olur ictimaiyyətə və bu da insanların maariflənməsinə səbəb olur. İndi bunu tapaq. Deyir, baxmayaraq ki, bəzi günlərdə bağlı olur, əksər günlərdə. Biz deməli bu hissəni cavab kimi götürəcəyik A variantını.
Avropa Mədəni İrs günlərində isə insanlar onları ziyarət eləyə bilirlər. Onları pulsuz şəkildə izləyə bilirlər. Baxmayaraq ki, digər günlərdə bağlıdır. Cavab olacaq A variantı. Çünki ardından gələn cümləni mətndə verildiyi kimi tapdıq. Baxıram 13-cü suala. What is the aim organizer of the, deməli bu şirkətin, bu orqanizasiyonun belə deyək, əsas məqsədi nədir? Yəni bu təşkilatçıların əsas məqsədi nədir? A variantında deyir ki, turizmi 50 ölkədə inkişaf etdirmək. Baxaq görək belə bir şey varmı? Aha, burada 50 bir şey gördüm. Avropa Mədəni İrs günləri deyir. Countries Culture every September, hər sentyabrda keçirilir. Okay, bu hissə doğru ola bilər, amma digərlərinə də baxmalıyam. Çünki burada deyir ki, bu konvensiyanı imzalayan 50 ölkədə keçirilir və sıx əməkdaşlıq çərçivəsində təşkil olunur. Yəni, A variantı hardasa cavab ola bilər. Digərlərinə baxın. Məsələn, B variantında nə deyir? Invite Europeans to respond. Burada deyir ki, Avropalıları sosial-siyasi proseslərə reaksiya verməyə dəvət edir. Sosial-siyasi prosesə reaksiya vermək bir şey deyil. Yəni, bu məqsəd o deyil. Bu sadəcə məqsədi insanlara dünyaya öz turizmini, öz mədəniyyətini, irsini çatdırmaqdır. Yəni, əlaqəsi yoxdur burada sosial məsələləri, siyasi məsələləri yaysın filan. C variantında restrict deyir ki, tolerantlığı məhdudlaşdırır. Qətiyyən belə bir şey ola bilməz, əksinə təbliğ eləyir. Burada da məhdudlaşdırır. Nəyi? Girişi, Avropa saytlarına girişi məhdudlaşdırır. Avropanın unikal yerlərinə deyir, girişi məhdudlaşdırır. Bu da səhvdir. 7 də deyir ki, ərazilərin qorunması üçün maliyyə dəstəyi tələb eləyir. Əksinə oradan puldan söhbət getmədi. Deməli, onda doğru fikirləşmişik. Cavabımız elə A variantı olacaq ki, 50 ölkədə, deməli, Avropanın 50 ölkəsinə turizmi inkişaf etdirməyə yönəlikdir və buna xidmət edir. Ona görə cavab orada da oldu. Deməli, A variantı. Keçirik 14-cü suala. 14-cü sualda awareness sözünün mənasını istəyir. Raise awareness deyir ki, bu tədbirlər, bu orqanizərlər məqsədi odur ki, Avropanın mədəni zənginliyini, müxtəlifliyini, yəni raise awareness, bunun fərqindəliliyini artırsın, insanların məlumatlılığını artırsın. Yəni, bilirsiniz bu sözün mənası qəbula düşən sözlər listimizdə var idi. To be aware of ifadəsidir. Nədənsə agah olmaq, xəbərdar olmaq. Yəni, bir şeyin mövcudluğu və vacibliyi barədə məlumatlı olmaq və onunla maraqlanmaq. Cavab olacaq Y variantı. Təkrar eləyirəm, bu lüğətləri öyrənin, qəbula düşən sözləri bax, imtahanda bu cür qarşınıza çıxacaq. Hələ ki vaxt var, təkrarlaya bilərsiniz. 500 dənə sözdür cəmi. Keçirəm 15-ci suala. Hansı variantlardan hansının cavabı var mətndə? Deməli, 1. Who is responsible for? Kim məsuliyyət daşıyır bu tədbirlərin keçirilməsi? Ad çəkməlidir, konkret. Deməlidir ki, məsələn, Avropanınsa, məsələn, Fransa, məsələn, İngiltərə və yaxud da Amerika filan hansısa bir ölkənin adını çəkməlidir ki, kimdir məsuliyyətini daşıyan, bunun yəni təşkilatçısı kimdir? Amma elə bir söz yoxdur. Mətndə onunla bağlı təşkilatçı bir şey yoxdur. Çünki ümumi yazılıb burada Avropa mədəniyyəti, bu Avropa ölkələrinin birliyidir və ev sahibliyi eləyənin adı yoxdur burada. Baxıram ikinci cümləyə. What are the cultural events? Deyir, burada bu Avropada başqa hansı mədəni tədbirlər keçirilir? Bu bizim mətnimiz Cultural Convention-la bağlıdır. Başqa tədbirlər haqqında burada yazılmayıb. Ona görə bunu bilmirik. How many people, nə qədər insan approximately, təxminən iştirak eləyir burada? Saya baxmalıyam, nə qədər insan? Yazıb ki, 20 milyon insan hər il iştirak eləyir burada. Onda deməli, 3-ün cavabı var, 3-ü götürürəm. 4-də nə vaxt bunun əsası qoyulub? Launch əsası qoyulmaqdır. Bayaq da var idi belə bir sualımız. Launch in action 1985, 1985-ci ildə. Yəni 4-ü də götürürəm. 3, 4. 5-də də deyir, hər il harda keçirilir? Yer olaraq mən deməliyəm, Amerikada, nə bilim, Avstriyada, Avstraliyada və s. ölkə adı çəkməliyəm. Burada deyir, müxtəlif ölkələrdə, amma hansı ölkədə demir. Ona görə də 5-in cavabı yoxdur. Deməli, cavabımız oldu 3, 4, yəni 2 dənə variant uyğun gəldi. Beləliklə, ikinci mətnin suallarını da bitirmiş olduq. Gördüyünüz kimi, mətni oxumadan sürətli bir şəkildə cavabları, cümlələri mətndə axtararaq həll elədik. İndi isə keçək qrammatika hissəsinə. Görək bizi bu dəfə hansı suallar gözləyir. 16-cı sualdan davam edirik. Sualımız zamanlar mövzusu ilə bağlıdır. Bilirsiniz ki, imtahanın, qəbulun vazkeçilməz mövzularından biridir. Zamanlar hər il 100% düşən sualdır. Yəni 100 deməyək 99% düşən bir şeydir.
Baxaq indi variantlara. Zaman testində biz nəyə fikir veririk? Burada before var. Before bağlayıcısının qaydasını yadımıza salaq. Ümumiyyətlə, bütün zaman bağlayıcılarının bir qaydası var. Özündən sonra gələcək zaman gəlmir. Before'dan when'dən sonra isə bitmiş zaman gəlmir. İndi burada before'dan sonra bitmiş gələn had been versiyasını çıxıram. Yəni bu cavab ola bilməz. İkinci zaman qaydamız odur ki, bütün zamanlar uzlaşmalıdır bir-biri ilə. Yəni keçmiş keçmişlə işlənsin, indiki ilə işlənsin, gələcək yenə indiki ilə işlənsin. Baxıram ki, burada have been built-dir, indiki bitmiş. Amma burada was discovered, keçmiş bitmiş. Deməli, uzlaşma pozulub. O zaman iki variantımız çıxdı. İkinci tərəfin, üçüncü qaydamız nədir? Mübtəda xəbər uzlaşmasına baxmaq. Burada baxıram, mübtədəmiz iron, dəmir təkdədir, amma were verib, xəbəri cəm verib. Onda A variantı da yanlışdır. Qaldıq iki variantın arasında. Biri C variantıdır, biri də Y variantıdır. Cümlədə before varsa, bir tərəf keçmiş, bitmiş zaman olmalıdır mütləq. Bir tərəf keçmiş sadə. Y variantında hər ikisi keçmiş sadə olduğuna görə bu da cavab ola bilməz. Onda doğru cavabımız nə oldu? C variantı. Had been built, piramidalar tikilib. Before, əvvəl, dəmirin kəşf olunmağından. Kəşf olunmaq da məhsul növdə olduğuna görə burada was discovered yazıblar. Cavabımız olur C variantı. Keçirik 17-ci suala. Preposition qoyacağıq söz önləri. Bilirəm ki, divanın üzərində, üstündə olur, içində olmur. Yadınızda saxlayın, kreslonun içində otururuq. In armchair, amma divanın üstündə on sofa olur. Ona görə cavabımız ya D-dir, ya da Y variantıdır. İkinciyə baxıram, deməli, burada fall asleep, üçüncüyə daha doğrusu, yatıb qalıb, yuxuya qalıb, bir saatlıq yuxuya qalıb. Bu fordur. Paltosunda, yəni paltolu şəkildə in his coat, paltolu deməkdir. Burada da cavab olacaq onda Y variantı. 18. Deməli, bu hansı qaydamızdır? Qısa sual cümləsi, complete sentence cümlə tamamlayacağıq. Biz bilirik ki, belə sual cümlələrində birinci tərəfdə istifadə olunan köməkçi və ya modal feili, ikinci tərəfdə onun əksi olaraq təsdiqdirsə inkar, inkardirsə təsdiq şəkildə göstərməliyik. Burada bizim have to hissəsinə aldanmayın qətiyyən. Have to-dan əvvəl cümlənin will-i var, gələcək zaman göstəricisi. Ona görə will-dən istifadə etməliyik, have to-dan yox. Have olan variantları çıxıram. Heç burada dəxlisiz olaraq do və aren't variantı da verib, bu da yanlışdır. Qaldıq iki dənə will-li variantın arasında B, C. Və burada will təsdiq olduğuna görə artıq bu birində inkar olmalıdır. Want you. Cavab olacaq B variantı. 19-a baxıram. Yanlış sinonimlər cütü istəyir. Yanlış sinonim cütü, yəni bir-biri ilə, sinonim yox, antonim cütü. Yəni buna diqqətli olmaq lazımdır antonim sinonim soruşmağına və burada antonim soruşmur. Yəni verilən variantın hamısı deyir antonimdir, amma yanlış olanı hansıdır? Domestik yerli, bəzən də evcil kimi tərcümə olunur. Foreign xarici, bu doğru antonimdir. Bizə yanlışı lazımdır. Incompetent, bacarıqsız. Skillful isə bacarıqlı. Bu da doğru antonimdir. Precious, dəqiq. Inaccurate, qeyri-dəqiq, səliqəsiz. Bu da doğru antonimdir. Married, evli. Single, subay. Bu da doğru antonimdir. Amma careful, istedadlı və yaxud da diqqətli. Talented də istedadlı, diqqətli, bacarıqlı. Bunlar artıq sinonimdir, antonim deyirlər. Ona görə də cavabımız olacaq Y variantı. Və gəldik sonuncu suala. Sonuncu sualımız deməli dialoqdur. Dialoqun deməli işlənmə qaydası nədir? Ən çox başlayan variant həmişə cavab olur. Yadda saxlayırıq. Ən çox nə ilə başlayıb? Ya 3 ilə, deməli bəli, elə 3 ilə. Çünki 5 ilə də başlayan bir variant var. Bu cavab ola bilməz. 7 ilə də başlayan bir variant var. 3 ilə başladıram. Bu kek çox yaxşıdır. Okay. 2 ilə davam edən variant var ən çox. Deməli 2 ilə davam eləyəcək. O da deyir ki, məsələn, bir dilimdə istəyirsən, başda xoş gəlir adama ki, hə, bu yaxşı kekdir, bir dilimdə istəyirsənmi deyə soruşa bilər. Amma ardına baxanda deyir, sən heç vaxt deməmişdin belə bir kek bişirdiyini. Axı bu buna cavab verməlidir ki, kek istəyirsən, o da deməlidir, bəli, xeyr. Belə bir şey deyə bilməz. Onda A variantı getdi. Qalırıq C, Y variantının arasında. 3-dən sonra birini davam eləsəm. İndi yenidən başlayıram. Deyir, this cake is very good. Bu kek çox yaxşıdır. 1 ilə davam eləsəm, deyir ki, bəli, onu kim bişirib? Daha sonra 6 ilə davam eləsə, deyir ki, sual verə bilməz, suala cavab verməlidir. Onda deməli C variantı da yanlışdır. Keçirik deməli nəyə? Y variantına. Bu kek çox yaxşıdır. 6. Is it? Elədir, yəni həqiqətən belədir, bəyəndim bunu. You like it?
Xoşladım bunu. Elə deyilmi? O da 1 ilə cavab verir ki, yes, bəli. Kim hazırlayıb onu? O da 4 ilə cavab verir ki, I made it myself. Bunu mən özüm hazırlamışam. 5-də deyir ki, sən mənə heç vaxt deməmişdin belə bir kek hazırlaya bilirsən. 2-də deyirsən, istəyirsən yenə bir dilim. O da deyir ki, bəli, zəhmət olmasa. Deməli, cavabımız olduğu Y variantı. Dediyim kimi, bəzi variantları ən çox davam elədiyi ardıcılığa görə çıxıb, son 1-2 variantı isə tərcümə əsasında rahatlıqla tapa bilərik. Bugünlük bu qədər. Ümid edirəm hər bir şey aydın oldu. Sualınız qaldısa, qaranlıq qalan hissələri rəylərə yazıb soruşa bilərsiniz. PDF-in özünü isə Telegram kanalımda paylaşacağım. Oradan əldə eləyib işləyə bilərsiniz sualları bir dəfə də özünüz və daha sonra qaldığınız yerdən izaha baxa bilərsiniz. Hələ ki bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.